Salam, İki Qardaş kanalının möhtəşəm izləyiciləri, xoş gəlmişsiniz. Bugün qardaşım, sən danış, başla bir qədər başla, sonrasında başlayacağım. Bugün güləş üstə keçirilən 17 Dünya Çempionatına gəlmişik. Gedək orada içəridə qəşəng kadrlar çəkək. Tapıyorsun öneyini mağrur. Bir də mənə çək, mənim bir sözüm var. Bugün də belə deyim, məsələn, güləş üzrə keçirilmiş 17 Dünya Çempionatı Bakıdadır bu hal-hazırda. Onun sərbəst güləş üzrə olan ikinci günü gəlib çatmışıq. Çünki mən burada əvvəlki günləri çəkənmədim, qardaşıma tək gəlmək istəmədi, onun üçün. Bu arada xəbər edeyim əvvəlcən, ermənilər də gəlib bu yarışda iştirak edəcək. Azərbaycanlardan bir nəfər 51 kilodur, Hüseyni səhvləmirəmsə, adı yazımdan çıxıb, Erməniyə qalib gəlib. Erməniyə uduzanlarda olub. İndi bunu da qınamaq olmaz, idman da udmaq da olur, uduzmaq da olur. Düzdür, insan özünə də xoş olmur, baxmadan gəlir bizim ölkədə bizi udurlar. Hələ erməni biri çempion olub, himnin sadı yüksəlib. Saat düzdür, adam özünə sığışdırmır, biraz pis olur, amma bunların motivasiyanı salmaq olmaz. Çünki bugün də bizim 5 idmançımız iştirak edəcək, onları uğurlar arzulayır. Bəlkə də biri, ikisi bəlkə də iştirak edir üçün biraz gecikdi. Çox vaxtınız almasa mən Proma 2-də içəridən kadrlar götürək. Çalışacağım bu video sizin üçün maraqlı olsun, hər şey ətraflı çəkməyə çalışacağım. Yatdıq, qaldıq. Çünki problem var idi, axşam evə gec gəldik, 1 saat buqayıq qoyduq, amma buqayıqa duranmadık da 1 saat 40 dəqiqə sonra özümüz durduq. Yoxsa biz gələcəkdik tərəzidə çəkildik, daha hamısını çəkəcəkdik. Nəysə, içəridə görüşərik. 12 seconds later. Oha, aurası çox gözəldir, çox gözəl atmosfer var. Hüseyin Rızazade, Azerbaycan ve onun rakibi Cooper Jackson, Amerika Birleşmiş Krallığı. To nie walczy na 2-1, tylko walczy tu. A ładnie tam odpowiedział, nie? Cyk, obrał. To jest gol. Ayda mən də Amerikanın bu vəziyyətdəydim, vurmuşdum 4 tane. Allah'a inanılır bu vəziyyətdəydim. Evsət qoyaram. Hepsi 40 yaşında 60 kilos. First of all, Atlet Hüsnü Erdanabad and from Uzbekistan, Benzonbek Ibrahimov. Allah korusun. Bakmam diye başlayacağım. Muhteşem. Allah'ım muhteşem. Aklımda her şey deseydi, karşısında sen partisi.
Dobrze, dobrze. I tak nie możesz tej nogi, wiesz. Hamı başladı. Axı bir dənə tez ağlıma bir dənə sual gəldi, bir dənə buna cavab ver. Qardaşım, indi ola bilər də indi ehtimaldır birdən Azərbaycanlı burada erməni uduzdu. Sonra necə baxırsan, necə yanaşırsan, nə düşünürsən o barədə? Udmaq da var. Biraz bək danışaq. Düzdür, udmaq da olar, uduzmaq da olar. Yəni heç kəs istəməz ki, uduzsun. Hamı istəyir ki, udsun. Düzdür, burada gəl vaxtı ki, çox əziyyət çəkirsən ki, gəl burdasan da. Bizə xoş deyil, yəni Azərbaycanın bizim ölkədə erməni uduzmağı. Amma olsa da yəni elə böyük bir problem şey yoxdur. Yəni sizə xahiş edirəm, yəni elə bir şey olsa o Azərbaycanı sıxmayar. Yəni yorumları saxlarda biraz necə deyim, əvəzlər salıcı yorumlar saxda lazım. Əksinə dəstək olucu yorumlar yazar ki, lap da idman eləsin, gücləsin, getsin, gələn səfər erməninin ağzını cırsın. Birlik olsun da bizə, bir-birimizə dəstək olsun. Сагирджан Рахатов, Казахстан, Кантон Региби, Христиан Лазаров, Болгарстан. Messi Rinjaba 55 kilos from Hungary, Kirill Shumenko. And from the Islamic Republic of Iran, İndi qıcıqlayan Petr güləşir. Mən bu videonu niyə çəkirəm? Erməni bu dəqiqə çəkirəm, çünki bilirəm ki, uzacaq. Çək, bax, mən səkəm uzacaq, qardaşım çək. Üstelik eğlence ve interaktif faaliyetlerde iştirak eder. Bu görüşte iştirak ederek efsanevi güreşçimizle muhabbete gidecektir. Ve imzalı olan o ülke kalemadan uzaklaştır. Bizimle beraber akşam sesleri... Görürsünüz, mən sənə deyirəm. Birdən erməni udsa, Allah beni bir kuş edecek, senin yakınına konacağım. mənim o dediyim sözlər silərsin. Sana bir tokatacağım, o burnunu sıkacağım senin. Oy, ya Azərbaycanla Hindistanın düşbəxi. Bərk oldular o. İyi gəlir olar da güləşmək olmuyor, yoxsa da olmaz. Wow, erməni yaxasından keçdi abi. Oğlum geçişəysən. Geçişəysən. Ой, Caşı, takarsa. Ой, takarsa, ey. Ey, kolduğu takardın. Ой. Gitti çıkar, gitti. Atlattı. Bravo. Ay Caşı, молодец, молодец. Молодец, aferin. Ömründe akşam geçirilmesini gösterdiği desteğe ve Azerbaycan güreşinin... India, Sakshan Kirill. 92 kilogram çekti derecesinde bel kalçasına çıkıyor. Öncül Kerimli, Azerbaycan. Yan döşəkdə də erməni dördüsüdür qırqız, xəbəriniz olsun. Dediyim kimi, yəni erməni uzacaq burada. Yəni atak elədi. Qaldırdı. Tez qalan bir dənə bunları çək. İnsanlar çox bərk oldu. Oo! Erməni düşürür. Arxamızda ermənilər oturur. Yaşay! Azərbaycanlıya baxın! Məzələnmə,
Dörtmanı da taraf mən çəkmişəm. Dörtmanı da taraf çəkmişəm. Hindistan dörtmanı taraf çəkir. Yaşar, doktor. Allah burada erməni düşdü. Hemen gördüm. Hemen olmuşdur. Eğer düzgün de düşürsen. Alacaksın. Молодец, молодец, Молодец. Yaşay. Kırmızı tuttu ermənilər. 7-2 kaldı. 7-4. 7-4. Kırmızı tuttu ermənilər. Maşallah. Next winner of 45 kilos. Maşallah, təbrik edirəm. Arkamızda da ermənlər. Güzel kardeşim hiç telaş yapma. Hiç telaş yapma. Sakin ol. Hiç telaş yapma. Kalk ayağa. Beni duyuyorsan ayağa kalk. Yavaşça dışarı çık, kapıyı kapat. Çok teşekkürler. Yo, həqiqi olatıyor. Abi telefon şunlar ay Ne bağda? Yok, bilet. Baka verme olmaz. Verme olmaz. Neyse 4 falan. Bu da 4 falan. Mesela sen. Ayda. Yani o kadar dözdüm. Bu ahır saniyeler yani bırakmak. Oh! Oh kestin! Oy baba neredesin? Neredesin? Ay baba neredesin? Ay bak olmuyor ya. Buranın dostum. O yine ben yanlış düşündüm. Çok şaşırdım maşallah. Neçədən verirlər prosesini alsızlar yani. Bir anlık kopsular herhalde. Program tepki derecesinde bir kalçasına sunuyor. Ercan Hezemov, Azerbaycan. Gavron Renkli, Vinod Mavi, Polsha. Messi, 45 kilos from Mongolia. Abi hep baktığımız oldu bakın. Erdogan Tuz, from Bulgaria, Radoslav. Çok güzel bir his. Polşa oradan güreşir. Maması da buradan çəkir. Bayaq tuttu gəldi mamasının yanına. Ya. Mesela 4 olsa koydular bunlardan. From Kazakhstan, Saminjan Rahatov. Əxirçilər nədir bu arada? Hesabda barədə. Fikirlər nədir axı? Hə? Yaxına gəl. Hə? Görüşmə olur. Aha, düşər. Xarakter göstərmək lazımdır. Yaşar! Yaşar! Saminjan Rahatov. Saminjan Rahatov. Kazakhstan. The blue wrestler is after the first warning. The blue wrestler is in contact with his opponent.
Üç hattından çox arxa gedəndə düz zərbə keçər. Bax, qayıt Mənə bilirəm də, yəni nə qədər bilirəm bilmirəm. Bunu çəksən. Bu Həsən oldu, bu can deyil. Adaşımdır mən. 51 kilogram çekim derecesinde B halkasına Ay dəxil, mən də 51 kg. Yorkin Narimanidze, Gürcistan Həsən o videoların ve onun rakibi İbrahim Həsənov, Azerbaycan. Qəşəng adam. Next series 60 girls from Ukraine, Nikita Kuzmenko. And from Turkey, Muhammed Olbaşı. C halkasına bağlı. Biz 0 hələ çox, hələ çox. Əl çala. Kaptan çıkaran B halkasının galibi İbrahim Həsənov, Azerbaycan. And from Bulgaria, Yaroslav Petko. 45 kilogram çekim derecesinde B halkasına çıkan Tumar Həsənov, Azerbaycan. Ve onun rakibi Radoslav Belitov, Bulgaristan. Next is 1 kilos from Tajikistan, Said Nabil. And from Russia, Islam Krasnoyev. 51 kilogram çekim derecesinde C halkasına çıkan Said Nabil, Tajikistan ve onun rakibi İslam Krasnoyev, Rusya.
O kadar girdi fallanmadı ya. Blue, and then also blue wrestler block his opponent in danger position. So this is 2 points for Bizimki tertemiz kaldı. danger while blue wrestler open hand in danger position. This is 2 points for that and time is over. Challenge is blocked. Net the winner, 45 kilos from Azerbaijan, Tuna Masarov. 45 kilogram çekim derecesinde B kalçasının Azerbaycan. Masarov. En büyük kilogram çekim derecesinde B kalçasına çıktı. Bobin, Hindistan ve onun rakibi İbrahim Tezgahov, Azerbaycan. Çox çətin yarış olacaq. Oradan finala çıxın. Maşallah. Giren kim görəm atırdı? Başlayan kim? Yok sana. Özü başlamağa yaxşı oldu. Yaşar! Aman! Eşin! Onun günah var. Yaşar! Abi benim. Ay da o tut çok aşağı. Hepsi yok. Hepsi yok. Süper mi? Süper mi? Evet sen düşmeye lazım. Hepsi yok. Doğukan bak Hindistan'da onu yorup solda kaldıra var ya. Onun yok. Onu tuşlayalım ki giren çok kalmaz. Kimseye de yapıyorlar. Yo, bak kol geçe bilərdim, hayda. Elə də üst karşı tablolar var ki, ona atacaq. Olmaz. Belli atmalı da, ayağını görür atmalı. Çıxma da, görə çıxma. Ben sana heç sədən verirsən, bırak. Ya da bükersen ayağını yapmayı olmaz. Sen sağa kaçsa
bir dənə sağa çıxsa. Yaşar biraz da sağa çıx. Yaşar. Dirsəyə dəydi. Allah dirsəyə dəydi. Qaldı. Hamd olsun Allah qaldı. Gəl, çıx. Çıx. Aynı güləşdə. Hamd olsun Allah izləyir. Bu qəşəng gülüşüm olur. Georgia, Muradin Mustafayev. 92 kilogram çekilen Maşallah. Abdurrazak Şaban, Rusya, Qəşəngsən. Qəşəng. Heç eləmə, gəzdir. Mütləş onu. Heç nə ehtiyacı yox. Heç nə ehtiyacı yox. Hələ heç nə olmaz, heç nə yox, heç nə yox. Olsun. O verməyə lazım ki, takipləşsin. Göydə xırlar. Bir də indir var, yavaş gelsən, arxaya xətdən çıxırsan. Qəşəng! İbrahim Esenov, Azerbaycan. Çınar Həsənov güləşir. Ve onun rakibi Mukhtar Kotyashvili, Gürcistan. Hayda. Ulan sen de finala çıksın. Çok İki tane finalistimiz olsa var ha. Partlayış olar. 92'de tam finalistsiz adamıydı ha. Çok heyif, çok heyif. Challenge attılar, challenge kazandı. Ama ben sana 9 saniye.
Qaytardı, baxın. Tamam. O ne yapalım ya? Kaçın! Kaçın! Gidelim! Oy be! Ne oluyor be? This is also 2 points for blue. So final decision is 2 red, 2 blue, and the challenge is won. Azerbaycan Güneş Federasyası'nın vitse-prezidenti Mahmut Abdullayev imza mərasimi keçirir. Siz ondan imzalı Rəqəmlər çaşdırır adamı. Flexlər atdınız, nə deyə bilərsən bu arada? Oyunun sirri nədir? Çətindir. O rəqəmlər var, adam beni fərqli qarışdırır. Tərpənmə axı. Oxşuyur. Sənə oxşuyur. 12 seconds later. Deməli sırf nərəsi deyəcəm. Fətəndə çoyarsın. Bir dənə təmiz çöy alsınız, bir də biz sizə bir də peynir göstərəcəyik. Ucuzdur. İkisi də yersiz kimi olsa deyil, amma 3-4 nəfər yaşını qoyunuzlu bir şeydir. Getdi yoxlamağa. 65 qəpiyə pendir, 1 manat 10 qəpiyə təndir çörəyi. Bir də ki ayran. Pendir 65 qəpidir. Göstər pendiri. Pendir. Zor. Getdi yeyid. Kasıb malı can dərmanı. Ləzzət, ləzzət. Çəkirsən, amma sənə qalmayacaq ha, bax. Mən puan verək görə. Bu edəsə girmə olmazdı yəni. Bana kəsərsiniz. Mənə çəkirsən, dəqiqdən baxırlar. Mən düşürəm orada. Mən düşmürüm də deyirəm söyləmək. Baxın. Gəl bunu sən bax. Sən çox yəsən. O bax. Necədir kişiş mama? Ölüyüm də. O çox idealdır qaqa. Allah haqqı. Oy ya. Biz bunu saxlayaq. Yəni ekran xəstəliyi xoşdan bunu yemirəm. Qiymətləndirmək dedim ki, həqiqətən bax dəyər. Puluz alsa bir dənə təndir çörəyi, bir dənə evli. Bizim puluz az deyil, puluz sizə öyrətməsin. Əsl olan. Dedim ki, bax pendir yeyirsən, bir də ki şey, ayran. İkisini bir dənə bir yerdə yoxlar. Dedim ki, bax bir dənə pendir yoxlayırsan, bir dənə də şey, ayran. Yox, bəlkə də daxil. Necədir? Çox gözəldir, hərdən. Ölüm. Bir dənə doymaq, doyduq. Bu arada bunu da deyim, indi bu videonun düzəldiyini buraxar sonra. 6 nəfər qaqaşlarım, dostlarım
Gəlib mənə şəkil çəkdirdilər, sağ olsunlar, yaxşı motivasiya oldular mənə. İnşallah ki, onlar bıraxan mənim xətimi çox istəyirlər. Mənə güvənirlər. İnşallah çalışacağam ki, nəsə bir qəşəng rezultat verim. Mənə istəyənləri sevindirməmişəm. Yəni, bunu böyük məsələ istəyirəm. Onu demişdim, o videoları atmazsan, amma atarsın. Bu dediyim sözdən sonra atarsın o videoları. 6-7 nəfər sağ olsun dostlarım gəlirlər, mən şəxsiyyət məsələləri çəkdim. İkisini deyəsən videosunu çəkdi qardaşım. İkisini çəkdim, sən yoxsa üçün, neçəsən? İkisini üçün də. İkisi, hə. Hə, onları atarsan bundan sonra. Bəyək qardaşımı danışdım, orada da bir şey yoxdur ki, pardon bir şey yoxdur ki. Bir şey deyək, yaxşı şeydir də. Atarsan onu bu video danışımın sonrasına. Sən də çəksən qardaş, sən də çəkər. Gəl. 12 seconds later. Yedik, qoydum. Allah xərəsin, Allah onlara olsun. Yaşlar falan gedək. Finallar çəkək, yoxsa yox? Vəziyyətə baxaq da, gör çatdıra bildik mi? Çok yaxşı olsa bu qoymayın, nə? Sən də videonu saxla, dur gedək yavaş-yavaş, buradan yaşlar gedək. Və oranı çəkdən başlayır. Yəni, alsaz, yemək istəsəz gəlib burada yeyə bilər, o sosa şərait var. Zarafat edirəm, gəlməyim də, mən indi bəx, qazalıdır, əslində bura olmaz. Mən də bir nəticə çıxacaq, onun üçün zarafat edirəm, necə gəl olsun. Sumkamı götürüm. Getdi ya. Qardaşım, kesin dəfə 10 nəfərə təklədim. Təsəvvür ki, birinə bir də yumruq qoydum, birisinin qısmına girdim, o birisini qaldırdım, bir dənə braso, sən uçlarda, hərəsi bir tərəfə geldi. Yəni sonra gördüm ki, bir dənə qolundan belə qan atır, desə ki, belə tiş atmalıdır. Bir gəli çatdıq evə, indi gedib çimb eləyəcək, özümüzə gələcək. Yadımızdan çıxıb videonu qurtarmaq. Bu videoluk bu qədər oldu. İnşallah videonu bəyənmişsiniz. Sizdən bir xahiş var, videonu bəyənin, like atın, abunə olun. Bu qədər. İzlədiyiniz üçün çox sağ olun. Sevirsiniz.